Sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, terrorçuluğu maliyyələşdirmə və digər maddələri ilə ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın məhkəmə prosesi davam etdirilir. Ətraflı məlumatları isə hazırda birbaşa bağlantıda olan əməkdaşımız Südabə Cahangirli bizə çatdıracaq. Buyurun, söz sizdə. Sabahınız xeyirli olsun. Bu dəqiqələrə olan məlumatlar ondan ibarətdir ki, bir neçə dəqiqə bundan əvvəl təqsirləndirilən şəxs Ermənistan vətəndaşı Ruben Vardanyan məhkəmənin keçirildiyi, prosesin keçirildiyi Bakı Məhkəmə kompleksinin inzibati binasına gətirildi. Onun hüquqlarını müdafiə edən vəkili də artıq buradadır və bir neçə dəqiqədən sonra onun barəsində olan cinayət işi üzrə məhkəmə prosesinin növbəti baxış iclası başlayacaq. Hazırki mərhələdə zərərçəkmişlərin qeydiyyatı aparılır və görüntülər də onu deməyə əsas verir ki, bugünkü iclasda da çox saylı zərərçəkmişlər və zərərçəkmişlərin hüquqi varisləri iştirak edir və onlar məhkəmədə ifadə verəcəklər. Ümumiyyətlə qeyd edək ki, bu cinayət işi üzrə olduqca çox saylı zərərçəkmiş keçir. Ruben Vardanyan isə hələ ki məhkəmədə ifadə verməkdən imtina edib, bugünkü iclasadək olan müddətdə ifadə verməkdən imtina edib. Amma demək olar ki, bütün məhkəmə iclaslarında həm onun özü, həm də onun vəkili, hüquqlarını müdafiə edən vəkili müxtəlif vəsadətlərlə çıxış edir və qeyd edək ki, Ruben Vardanyanın özünün istəyinə uyğun olaraq artıq 3 iclasdır ki, onun hüquqlarını özünün istəyinə uyğun olaraq dövlət hesabına təyin olunmuş vəkil müdafiə edir. Bundan bir neçə iclas əvvəl isə Ruben Vardanyan özünün seçdiyi vəkilindən imtina etmişdi. Ruben Vardanyan Azərbaycana və xalqımıza qarşı çox saylı cinayətlər törətməkdə təqsirli bilinir. Ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə ittiham irəli sürülür. O cümlədən sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, muzluluq, terrorçuluğu maliyyələşdirilməsi və digər maddələrlə ittihamlar irəli sürülür. Məhkəmə prosesi açıq keçirilir. Onun özünün istəyinə uyğun olaraq ifadələrini rus dilində o vəsadətlərini çatdırır və qeyd edək ki, açıq keçən məhkəmə iclası ilə bağlı biz xəbərlərin növbəti buraxılışında daha geniş məlumatları tamaşaçıların diqqətinə çatdırmağa çalışacağıq. Hələlik isə bu saata Bakı Məhkəmə kompleksinə çatdıracaqlarımız bu qədər deyərək sözü yenidən mərkəzə studiya ötürürük. Çox sağ olun ətraflı məlumatları təqdim etdiyiniz üçün. Bir daha xatırladım ki, dəyərli izləyicilər, məhkəmə prosesi ilə bağlı bizə son məlumatları əməkdaşımız Südabə Cahangirli çatdırdı.